Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah'ım sana. Hadi gel. Gel. Çok sağ olun. Allah rahmet eylesin. Baba, gel buraya. Sabahınız hayır olsun. Ziyaretiniz kabul olsun. Her birinizi hoş gördük. Hazır o annem şey. Burada durun da. الله الذي لا إله إلا هو المهيمن العزيز الجبار المتكبر هو الله الخالق البارئ المصور له الأسماء الحسنى الحكيم صدق الله العظيم على المرسلين والحمد لله. Allah rahmet eylesin. Allah her bizden razı olsun. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Bugün biz yine Göyler kent şehitler xiyabanındayıq. Rıza balamızın karşısındayıq. Bir neçə ay bundan qabaq biz buradaydık. Rızanın anım günündeydik. Bugün Rızanın ad gününe yığışmışıq. Rıza balamız özü orada öz yoldaşlarıyla cennette keçirdir. Ama biz de burada biz olarak biz varlı insan olarak onun zəhmətini çəkməyə ölene kadar borcluyuz. Həmişə də olmalıyıq. Nəinki Rızanın bütün şəhid bağlarımızın ölene kadar borcu bizim üstümüzdən silinən şey deyil. Bunu xalq bütün dünya hamısı bilməlidir, bilir də. Və bunlar hamısı bizim and yerimizdir. Mənim sözüm budur, mənim sözüm həmişə bu da olacaq. Bunlar and yeridir, bunlar ibadət yeridir, bunlar ziyarət yeridir. Bu ziyarətliyik. Dünən də ziyarətdə olmuşuq. Biz hər gün ziyarətliyiz. Dünən iki balamızın anam gününü keçirdik. Allah hər birinə, hər birini cənnətdə eləsin, hər bir şəhid balarımızın. Bugün isə Göylər kənd şəhidlər xiyabanındayıq. Rıza balamızın ad günündəyik. Sizdən bir xaşım var, ağsaqqallı xaşım var sizdən. Rızanın timsalında bu günləri, bu saat, bu dəqiqə hər birinizdən xaşım budur ki, bir dəqiqəlik sükut ilə bütün şəhid bağlarımızın, bütün şəhidlərin xatirəsini yad edək, sonra isə tədbirimizi davam etdirək. Çok sağ olun. Allah rahmet eylesin. Her birinizden çok razıyım. Allah her birinizden razı olsun. Hürmetli şehit ataları, aziz şehit anaları, her söz kuvvet söz, arka söz, dirək söz. Birbirimize kuvvet söz, birbirimize arkayıq. Dünən bak orada hamımız orada olduk. Her gün hamımız orada söz, bugün de hamımız burada söz. Hürmetli Kan baba, ben öz dilimle diyeceğim. Sen solunda, Rızanın solundasan. Balam kızım Rızanın sağındadır. Bu günləri xalq onun döşündədir. İzdihamdır. Bütün şəhid ataları, bütün şəhid anaları hamısı buradadır. Allah Teala bu xalqdan, bu cemaattan həmişə razı olsun. Allah Teala Göylər cemaatini əsk eləməsin. Göylər cemaatı varlı qüvvədir, qüvvəli xalqdır, qüvvəli cemaatdır. Hər bir cemaatı, hər bir xalqı Allah qüvvəli, imkanlı, bərəkətli eləsin. Ona görə də hörmətli xan baba, mən danışıram burada. Bir neçə gəlmə Rızanın əsasdan buyur. Çok sağ ol Sakkal. Allah xeyir versin. Teşekkür ederim. Allah razı olsun. Ben de bütün
şəhid ailələrinə, bütün qonaqlara hamınıza xoş gəldin deyirəm. Allah hamınızdan razı olsun. Amin. Bütün şəhid analarının, şəhid atalarının qarşısında baş əyirəm bir şəhid atası. Allah hamınızın kömək. Teşekkür ederim. Özün gururlu sakla. Başın dire. Bala kızım bir neçə kəlmə belki. Çok sağ olun. Allah sizden razı olsun. Allah birliğimizi korusun. Amin. Allah başta şəhid ataları, anaları olmaqla bütün qonaqlara hamısına xoş gəldin deyirəm. Təşəkkürlərimizi bildiririk. Bizim üçün bugünkü gün ağır gündür. Çok sağ olun. Allah hamımızdan razı olsun. Ağır gün deme bala. Ağır gün yoktur. Bu balalarımız bizi aydınlık güne çıkarttı. Güngül güne çıkarttı. Arkan güne çıkarttı Allah'a şükür. Allah bu balalarımızı yerin cennet eylesin. Hürmetli Ceyhun müəllim. Yanımdasan buyur. Çox sağ olun. Yəni bütün tədbir iştirakçıları salamlayıram. Uzaqdan yaxından gələn qonaqları salamlayıram. Allah hər birinizdən razı olsun. Amin. Bunlara bilirsiniz ki, Rıza balamızın Mövlud günüdür. Mövludu mübarək olsun. Şəhadəti mübarək olsun Rıza balanın. Rıza balanın müəllim olmuşam mən də. Bizim İncəsənət Təhsil Mərkəzində, xanəndəlik şöbəsində təhsil alıb Rıza balamız. Bizim İncəsənət Təhsil Mərkəzinin məzunu olub. Çox tərifə, təqdirə layiq oğul olub. Həqiqətən də mən şəxsən tanıyırdım Rıza balanı. Allah ruhun şad eləsin. Balalarımız haqqında şəhid ataların, anaları danışmaqda biraz çətinlik çəkir. Bəzən, amma məcburuq ki, gələn qonaqlara təşəkkür eləyək hər birinə. Allahdan onlara can sağlığı arzulayaq. Bala dərdi ağır dərddir. Allah heç bir valideyn evladdan sınağa çəkməsin. Köylər cəmaatı həqiqətən də qədir bilən cəmaatdır. Çox sağ olun, var olasınız. Allah sizə xeyirli ömür, bərəkət versin. Bura gələn insanlar balaların xeyrini görsün. Ümumi bu günləri mövlud olan bütün şəhid balalarımızın, il dönümü olan şəhid balalarımızın Allah məqamların uca eləsin, şəhadətlərin qəbul eləsin. Yaxınlarına, əzizlərinə Allahdan səbir diləyirəm. Bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm. Şəhid anaların əlindən öpürəm. Allah qazilərimizə şəfa versin, can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Hal-hazırda əskərlərimiz səngərdədir, bilirsiniz, düşmənlə üzbəyüzdür. Düşmən ölmür heç vaxtı. Ən pisi odur ki, daxili düşmənlərlə mübarizə aparmaq. İnşallah Allah onlara qalib gələr, öz gücü ilə. Allah da səbir böyüdür, gec eləyər, güc eləyər inşallah. Hər şey yaxşı olar Allahın izni ilə. Allah ordumuzu qorusun, ordumuz yurdumuzu qorusun. Allah xalqımızı, elimizə bərəkət versin. Həmişə ölkəmiz sülh, əmin-amanlıq içində olsun. Bu sülh, əmin-amançılığı bizə yaşadan balalarımızdan, şəhid balalarımızdan Allah milyon dəfə razı olsun. Bir daha şəhid ailələrinə Allahdan səbir diləyirəm. Çox sağ olun, var olasın. Teşekkür ederim. Sağ olun. Çok sağ olun. Hürmetli cemaat. Şimdi etrafımı görürsünüz. Bugün benim sağımda Göylər kənd axundu buradadır. Solumda Göylər kənd icra nümayəndəsinin sədri Hörmətli İxtiyar müəllim buradadır. Ondan o tərəfə Çingiz müəllim buradadır. Ondan biraz bəri veteran Aqil müəllim buradadır. Bütün şəhid ataları buradadır. Bütün şəhid anaları buradadır. Hörmətli Göylər cəmaatı. Göylərdə olan axunlar kənddə olurlar. Bu yaxında mən Nabur kəndini dedim. Deyirlər burada da axun Göylərdir. Bu Göylər cəmaatında olan axunda özlərinin kəndlərində olan bütün işləri saxlayıb bax bizim yanımızda olurlar. Sağ olsun onlar da. Allah hər birinə təşəkkür edirəm, hörmətli cəmaat, əziz xalqımız, əziz cəmaatımız, əziz şəhid ataları, hörmətli şəhid anaları. Biz sizin qüvvənizlə, sizin gücünüzlə bu bağlarımız sayəsində biz buradayıq. Allah Teala bütün dünya buradadır bu bağlarımızın sayəsində. Və eləcə də hörmətli Rıza bala, sənin qarşında Şamaxır ondan Saqqala Qazi müəllimdir. Allah Teala sizi cənnətində eləsin. Allah Teala bütün şəhidlərimizi cənnətində eləsin. Hörmətli cəmaat. Qalib şəhid atası buyur. Bütün ziyaretçilərini, gələn qonaqları, değerli şəhid valideynlərini hər biri salamlayıram.
analarının qarşısında baş verən şəhid atalarını bağrıma basıram. Bugün qəhrəman balamız, Rıza balamızın ad günüdür. Allah onun cənnətdəki dəyişməyən mövludun mübarək eləsin. Şəhidlər bizim başımızın tacıdır. Allah cəm şəhidlərə rəhmət eləsin. Məkanları cənnət olsun, məqamları uca olsun inşallah. Onlar bizim qeyrət papağımızı başımıza qoyan, namusumuzu, qeyrətimizi özümüzə qaytaran balalarımızdır. Xan baba qardaş, Lamiyə bacı, Allah sizə ömür versin, Allah sizə səbir versin, o qalan balalarınızın xeyrini görəsin, onlardan yarıya söz. Allah sizin timsalınıza, bütün şəhid valideynlərinə ömür versin, səbir versin inşallah. Sərhəddə olan o vətənimizi qoruyan, hal-hazırda əskərlərimizi, zabitlərimizi qorusun Allah. Allah bu üçrəngli bayrağımızı daima vətən səmasında dalğalandırsın. Allah hər birinizdən razı olsun. Çox sağ olasın. Teşekkür ederim. Şehit atası. Natik müəllim buyur. Çox sağ olasın. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Rıza balamıza və onun timsalında vətən torpağının bütövlüyü, suverenliyi uğrunda canım fəda edən bütün qəhrəmanlara salam olsun, qəhrəman şəhidlərimizə salam olsun deyirəm. Və Xan baba qardaş, Lamiyə bacı, Allah yerin cənnət eləsin, Allah səbrimizi versin, səbrimizi versin. Allah məqamın uca, məkanın cənnət eləsin, onun timsalında cəmi şəhidlərimizin yeri cənnət olsun. Daya deyir ki, gözəl gündür, niyə şey eləyirsiniz? Bəli, gözəl gündür, günəşli havadır. Dövlətimiz üçün də, dövlətçiliyimiz üçün də çox belə gözəl günlərdir. Gözəl günlərdir. Məhz o igidlərin sayəsində belə günəşli gün söyləyib. Allah dönə-dönə onlardan razı olsun. Onlar öz haqlarını bizlərə halal eləsin. Çünki bu aydın səmanı biz şəhidlərə borcluyuq. Ancaq. Allah dövlətçiliyimizi qorusun, ordumuzu güclü, qüdrətli eləsin. Bir daha bizi ölkəmizə belə müharibəli günlər, ağrılı, acılı, biz valideynlərə belə dağlı günlər dövlətimizə, millətimizə yaşatmasın. Allah bütün ziyarət iştirakçıların var eləsin ki, bu günləri bizi ilə bərabərsiz. Xan baba qardaşımın, Lamiyə bacımızın yanındasınız. Allah hamımızdan razı olsun. Bir daha məqamları uca olsun. Dövlətçiliyimiz var olsun. Sağ olun. Teşekkür ederim. Allah şəhidimizə rəhmət etsin. Onun timsalında bütün şəhidlərə. Bəli, bu müharibə istəsə bizim digər paralarımız bizdən apardı. Və onların yeri həmişə görünür. Hər bir ailədə, indi biz deyirik anım günü, yəni o gün anlıq. Biz hər gün anlıq o uşaqları. Bax, o qəhrəmanlarımızdan biri Rıza haqqında danışdılar. Müəllim danışdı ki, onun müəllim olur. Mən bilirəm ki, vətənin azadlığı uğrunda belə deyək ki, düşünmədən canından keçən igidlərimizdən biridir. Göylər kəndində şəhidlər, bəzi rayonlar var, mən elə fikir demək istəmirəm ancaq. Bəli, 9, 8, bir kətdən görün nə qədər şəhid var. Demək, Şamaxı da öz belə deyək ki, iştirakı ilə, oğlanların iştirakı ilə öz borcun yerinə yetirdi. Bax, indi görürüz, bazıların üstündə müxtəlif şəkillər var. Mən dəfələrlə dedim, ondan yaxşı olar ki, biz Milli Məclisə, Respublika rəhbərinə müraciət edərdik, bir şahid anası, döş nişanı yaradırlardı, hamısını verirlərdi, ayrı seçilik olmazdı. Gələn adamlar da bilərdi ki, bu şahid anasıdır. Ona görə də bəzi şeylər var ki, bizim özümüzün tələbimiz olmalıdır. Və biz bunu dövlətə bildirməliyik və şahid anası döş nişanı veriləndən sonra, bəzən bəlkə də acım gələ bilər, orada şahidin atası da var, şahidin nə bilim, oğlu da var, yoldaşı da var. Şahid ailəsini döş nişan olsun, hamı orada elə deyək ki, təmsil olur. Ümumi şəhid ailələri. Bir də ondan başqa, bəzi uşaqlarımızda ordenlər var, bəzilərində yoxdur, narazılıq olur. Mən Milli Məclisə müraciət eləmişdim. Bir şəhid ordeni təsis olunardı, bütün şəhidlərə verilərdi. Bütün şəhidlərə verilərdi, ayrı seçilik aradan götürülərdi. Bax, bir daha şəhid ailələri adından gələn Göylər cəmaatına mən icra nümayəndəsinə minnətdarlığımı bildirəm ki, hər gələndə mən bu hər şey, həm bələdiyyənin sədrinin, hər icra nümayəndəsini burada görürəm. Bu şəhidə olan hörmətdir. Və bir də Göylər cəmaatının özünə minnətdarlıq edirəm ki, başqa kətlərdə belə bu kişi deyən kimi izdiham yoxdur. Hamı gəlir,
ad günlərində, anım günlərində cəmaət öz şəhidinə qiymət verir. Bax belə də olmalıdır. Allah şəhidlərə rəhmət Amin. etsin. Çox sağ olun, təşəkkür edirəm. Fakir xanım buyur, şəhid anası. Hörmətli tədbir iştirakçıları, hörmətli ağsaqqalımız, hörmətli bura gələn icra nümayəndələri, Göylər cəmaatı, şəhid ataları, şəhid Anam da analar, sağımdadır. bəli, axundumuz, hər birinizi salamlayıram. Bizi burada çəkib ölkələrə paylaşan Məhərrəm, Allah sənin də canını sağ eləsin. Səni də salamlayıram bala. Xan baba, Lamiyə, balığızın cənnətdə dəyişməyən mövludu mübarək olsun. Allah sizlərə səbir dözüm versin. Allah o iki balığın xeyrin bəhrəsini göstərsin bizə. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Allah ordumuzu qorusun. Allah ordumuzla yurdumuzu qorusun. Allah bütün əskərlərin işini avan diləsin. Allah qazilərimizin şəfasını versin. Amin. Bugün burada görükməyən Xədicə bacımın da yerini Allah cənnət eləsin. Məqamı ucu olsun. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Təşəkkür edirəm. Çox sağ olun. Mən hamıdan çox hamı seni seçdi. Amma hamıdan çox sən seçdin. Ona görə də mən dünən də orada o balalarımızın anam günündə dedim. Bugün də bu Göylər cəmaatının səsini deyirəm. Xədicənin qəbrinə bir rəhmət oxuyaq. Allah rəhmət eləsin. Allah hər birinizdən razı olsunlar. Hər biriniz Allah təala şəhid etsin. Ya Rəbbim verəsin Allah. Qəmrə xanım buyur şəhid anası. Ben de hamını salamlayacağım. Bugün Bakıda bacı dedi. Bəlkə bacımız bizim buramızda yoktur. O bizim içərimizdə şəhid analarının bəlkə də ən cavanı idi. Bala dərdinlə. Allah'ın yazdığı qədərlə dünyadan köçdü. Allah var rəhmət eləsin. Bütün şəhidlərimizin yeri cənnət olsun. Bugün ad günü olan Rıza balamızın da valideynlərinə, Lamiyə bacıma, Xan baba qardaşıma Allah'tan səbir diləyirəm. Allah o qalan balalarınıza sizə xeyri işlər qismət eləsin. Xeyrin görəsiniz. Onların şad günlərini görəsiniz. Amin. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Hacı buyur. Göstəkin bacı. Tədbir iştirakçıları, bugünkü gündə Rıza balamızın doğum günüdür. Cənnətdə yoldaşları ilə, qardaşları ilə doğum günü keçirilən Rıza balamız. Bugünkü günün ad günü təbrik edirik. Allah atva, anva səbir versin. Qalan balalar uzun bacı, qardaş, xeyrin görəsiniz, yaxşı günlərin görəsiniz. Amin. Balalarımızla çox söz danışa bilərik. Hörmətli tədbir iştirakçıları, ağsaqqalımız, axundumuz, rayon nümayəndələrimiz. Biz balamızın qüruru ilə yaşayırıq. Mən balam şəhid olmaq xəbəri gələndə, mən o birisi balalarıma üzr istəyirəm böyüklərdən. Dedim ki, əgər bu söz düzdürsə, mən yaparım diri-diri bastırırım. Amma yaşadıqca balamın fəxri qüruru, el, cəmaət, rayon işçiləri məni yaşatdılar. Allah hamımızdan razı olsun. Allah hamımız yaşatsın. Balalarımız hamıya yaxşı gün qoyub gedib. Bu işıqlı səmada nəfəs alan hər bir şəxs bu şəhidlərə borcludur. Elədir. Allah hamımızın köməyi olsun. Allah cəmaatımızdan, elimizdən razı olsun ki, şəhidlərimizin tədbirlərində bizə dayaq dururlar, arxa dururlar. Allah heç bir ataya, anaya, evlad itkisi göstərməsin. Çox ağır dərddir. Böyüklərdən üzr istəyirəm. Amma bizi yaşadan onların fəxri qürurudur. Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Ləminə xanım. Mən keçən səfər sizi danışdırdım. Bugün də danışdıracağım. Rıza balamızın döşündədir. Hamımızdan razı olsun. Gələn yoldaşlarımızdan, dostlarımızdan, çəkən yoldaşlarımızdan. Allah həmsindən razı olsun. Ruhları şad olsun. Yerləri cənnət olsun. Amin ya. Sən baba qardaşlarım ya Rəbbim. Sağolun, ad gününüz mübarək. Çox sağ olun, təşəkkür edirəm. Təbrik edirəm. Başdan yerləri cənnət olsun. Amin. Çox sağ olun. Hörmətli cəmaət. Biz həmişə qeyd edirik ki, qonağımız var, qonaq yoxdur. Həmişə mən sözüm budur. Hamı bir qazanın içərisində olan adamdır. Hamı bir-birinin yaxınıdır. Hamı bir-birinin arxası dayağıdır.
Göyçay gelen şahit valideyni var bizim aramızda. Ben xahiş edirəm, göz ona verirəm. Kardeşim hardasa buyursun. Ya bacımdır. Çalır mı? Ha, hele bacım da burada. Tamam, gel buraya, gel biraz yakın. Ha, buyurun. Selam aleyküm. Buyur. Hər birinizdən Allah razı olsun deyirəm. Bugün şəhid balamızı ad günündə onun atısını tək qoymadıq. Allah şəhidimizə rəhmət versin. Yeri cənnətli olsun. Mən də qəhrəman şəhidimizin başının atasıyam. Allah rəhmət etsin, Allah yerin cennet. Bəlkə də onun toyuna gəlmək istəyərdik. Belə diyor, qismət belədir. Qismət belədir, bəli. Qismət belədir. Dayda başınız olsun, dayda ucadan Allah'a şükür. Elə, çok sağ ol, teşekkür ederim. Teşekkür ederim, çok sağ ol kardeş. Bazım danışmak istəyir, buyurun. Güzel balamızı. Ad günü təbrik edirik. Anasını atasını Allah səbir versin. Allah o iki bacısı, bacıma, qardaşıma çox görməsin. Onların xeyir işlərini bunlara nəsib eləsin. Elə ki, qardaşlarına nəsib olmadı. Biz həyatda Rızanı tanımasaq da, bizim balalarımız bizi bir-birimizə tanış elədilər. Biz bir-birimiz görüşməyi nəsib elədilər ki, biz balalarımızın yerinə biz görüşək, biz balalarımızı yaşadaq. Allah yerlərini cənnət eləsin. Amin. Bütün şəhid balaların. Çok sağ olun, teşekkür ederim. Analara Allah səbir versin. Bizim işığımız söndüsə də, bu balalar Azərbaycan xalqının işığını yandırdılar. Bizi fikirləşmədilər, biz anaları tək qoydular. Bəli, xalqımızı fikirləşdilər. Yerdə qalan bu körpə balaları fikirləşdilər. Onlara Allah toy nəsib eləsin. Bizim Azərbaycanımızda bir də müharibə olmasın. Bizə ağır olsa da, amma Heç kəs bu günü yaşamasın. bəli, heç kim yaşamasın. Biz balalarımızla fəxr eləyirik ki, bizim belə balalarımız olub. Bəli. Biz evimizdə qəhrəman yetişdirmişik, amma biz onu bilməmişik ki, bizim balalarımız Azərbaycanın xilaskarı olacaqlar. Bir daha Allah hamıya səbir versin, sözüm versin. Çok sağ olun, teşekkür ederim. Teşekkür ederim. Doğruğun düzgün halal çıkışınız için. Gelmez sevgilimiz oradan. Sifan buyur. Gel atası. Tamam, Allah hamımızdan razı olsun. Ona görə ki, bizim qeyrətli olanlarımızdan şəhidimizi ziyarət edirik. Şəhidi ziyarət eləmək bir növ özünüzə savab qazandırırsınız. Bizlər onsuz da şəhidləri həmişə ziyarət edirik, borcumuzdur. Şəhidləri həmişə yad edirik. Elə yatıb, şəhidlərlə yatıb, şəhidlərlə durduq. Şəhidlik böyük zirvədir. Çünki biz 92-ci ildə döyüşmüşük, bizə nəsib olmayıb, amma əlimizdən gələnləri eləmişik. Bu müharibədə də xalqın vəhdəti, cəmaatın birləşməyi, ordu ilə xalq, dövlət hamısı bir oldu. Bu Qarabağ azad elədik. Düzdür, bu müharibədə hamı nəzət oldu. Ən əsas əziyyət çəkən döyüşən qardaşlarımız, balalarımız idi, veteranlarımız, qazilərimiz. Ən əsas da bizim gözəl şəhidlərimiz. Öz əziz canlarını qurban verdilər ki, bu xalqın hamısı gözəl yaşasın. Onlar tək öz anaların, bacıların yox, bütün Azərbaycanın qeyrətini hamısını qorudu. Ona görə də onları yad eləmək, onları həmişə anmaq, onları qəlbindən çıxarmamaq hamının borcudur. 10 milyon Azərbaycanlı burada yaşayır, 10 milyondan artıq, amma dünyada 50 milyondan artıq Azərbaycanlı var. Məhz bu şəhidlərin sayəsində bütün Azərbaycanlı dünyanın hər bir yerində başı düşük gəzə bilirlər. Ona görə də bütün Azərbaycanlıların, daha İslam dünyasının onlara borcu var. Çünki axırıncı yüzillərdə zəfər qazanan Azərbaycan ordusudur. Özü qısa bir müddətdə məhz bu şəhidlərimizin sayəsində. Şəhidlərdən də çox danışmaq olar, onların qəhrəmanlığından ötürü, hərəsinin öz sənnəməsi var. Ən əsas odur ki, orada döyüşüblər, ölümə dik gediblər. Əskəri də, zabitləri də, hamısından Allah razı olsun. Allah yerlərini cənnət eləsin, valideynlərdən səbir versin. Allah bütün Azərbaycanlılara da başsağlığı verirəm. Çünki bu cürünə seçmə olanlar
2020'də, 23'də, ümumiyyətlə 90'dan bəri bizlərdən ötürü öz əziz canlarını veriblər. Allah valideynlərə səbir versin. Rıza balamızın da, qardaşımızın da ki, cənnətdəki mövlud mübarək olsun. O sözün nəsil mənasında onlar cənnətdədir. Allah nəsib eləsin ki, bizlər də balamız kimi olmasa, balamıza uyğun bu ömrümüzü başa çatdıraq. Dünyamızı dəyişək. Allah cəmrünə rəhmət eləsin. Şəhidimizin də valideynlərinə səbir versin. Allah rəhmət olsun. Bizim necə bağlarımız var imiş, bizim necə igid oğlanlarımız var imiş. Bizim necə fərri, xoşbaxt ailənin bağları var imiş. Allah Teala bunların valideynlərinin hamısının qalan bağlarını xoşbaxt eləsin. Allah Teala mənim duam budur. Allah Teala bu şəhid atalarının, şəhid analarının qalan bağlarını gözlərinə sıraq eləsin. Ya Rabbim, ya Resulallah. Toylarını görsünlər, xeyir işlərini görsünlər. Daha bundan sonra bunlara xoşbaxtlık nəsib elə ya Rabbim, ya Resulallah. Bayram buyur şəhid atası. Ben de bütün tedbir iştirakçılarını salam deyirəm. Allah sizden razı olsun. Rıza balamızın ruhu şad olsun, yeri cennet olsun inşallah. Lamiye bacı, Xamba bul kardeş. Allah Teala balalarımızı gözünüze çırak eləsin. Xeyirlərini görürsün inşallah. Sağ olun. Teşekkür ederim. Şahverdi, şəhid atası. Çox sağ ol, Asaf. Mən də bütün ziyarət etçilərini, şəhid ailələrini, qonaqlarını salamlayıram. Allah ziyarətlərini qəbul etsin deyirəm. Bu şəhidlər haqqında çox danışmaq olar. Məsələn, bu müharibənin iş başlanğıcı keçən əsrin sonlarında Ermənistan-Azərbaycan münaqişəsi başlanmışdı. Onlar özü üçün yardım yığaraq bu müharibənin başlanması üçün hazırlıq görmüşdü. Nəhayət ki, 92-ci ildə Azərbaycan keçmiş Sovetlər Birliyinin ayrılandan sonra müstəqil respublika oldu. Ondan sonra yavaş-yavaş öz ərazimiz, bir neçə rayonumuz işğal oldu. Müharibənin qızğın getdi. Həmin müharibələrdə də neçə şəhidlərimiz oldu, neçə itkinlərimiz oldu, yaralılarımız var. Hələ o vaxtı itkinlərimiz indi də tapılmır. Gözü yolda qalanlar var. Yavaş-yavaş bu müharibə düz 30 il çəkdi. Bəşər tarixində dünyanın heç bir yerində elə bir şey yoxdur ki, 30 il zəbt olmuş torpaqlar 44 günlük müharibədə azad olsun, qaytarılsın yerinə. Hamısı bu şəhidlərimizin, bizim şəhidlərimizin sayəsindədir. Allah bütün şəhid balalarımıza rəhmət eləsin, yerləri cənnət olsun. O cümlədən də Rıza balamızın bu mövludu günüdür. Azərbaycanda bugünkü olan şəhidlərimizin mövludunun mübarək olsun deyirəm. Bir daha Azərbaycan xalqına şəhid evladı arzulamıram. Heç kimə qismət olmasın. Azərbaycan üç rəngli bayrağı daim yüksəklərdə ucalsın. Onlar heç vaxt bizim yadımızdan çıxmayacaq, həmişə qəlbimizdədir. Valideynlərə də səbr diləyirəm. Çox sağ olun, diqqətinizə görə. Teşekkür ederim. Tevfik. Dünən məndən xahiş edirəm ki, xəstəyəm. Babım sən nə çəkən görəm, bir neçə kəlmə. Yox, deyəcəm. Xəstə deyəndə ki, valla bu əsəbdəndir, səsim tutulub. Xəstəsən, xəstəlik. Allah yerin cənnət eləsin. Amin. Əskər. Valla çox danışıram, bu şəhidlərin çox danışmaq olur. Şəxsən bu valideyn üçün şəhid atalarına, analarına söhbət edir. Bundan ağır dərdi yoxdur. Allah səbrinizi versin. Allah balon mövlüdü mübarək eləsin. O biri balaların xeyrin görəcəksin, qardaşım. Zakir. Buyur bir neçə kəlmə. Allah şəhidimizin ruhunu şad eləsin. Valideynlərinə səbir. Teşekkür ederim. Hər birinizdən Allah Teala razı olsun. Hörmətli cəmaət, əziz şəhidələri balamızın babası rəhmətə gedib. Allah rəhmət eləsin. Adına bir kişinin. Xan Məmmədin qaynatası, onun yoldaşının atası. Sahibənin atası. Ona burada bir söz verəcəm onlara. Ona görə də buna mən söhbət elədim. Bir cümə axşamı tərk edəcək, gələr Allah qoşunun evinə inşallah. Allah qəbul etsin. Söz Xan Məmmədə verirəm. Buyurun. Günlərin güzel balamızın misalında Allah cəm şəhidlərin ruhunu şad eləsin. Hər biri qəhrəmandır. Əskər qardaş, Allah sənə qolunda səbir. Allah canı tutmasın. Bu acıya da çoxlu belə səbir olmuş. Allah onların nə deyim mən? Yerlərini cənnət eləsin balalardır. Bir oğuldur Tirsök. Qəhrəman analardır. Qəhrəman atalardır. Çox sağ olun, ağardı mən. Təşəkkür ederim. Allah razı olsun. Sağ ol. Ay müəllim. Buyur qardaş. Şəhid atası.
Kardeşimizin yanına. Allah her birinizden yine razı olsun. Biz aydın məsələdir ki, bu günlərin Rıza balamızın işığına toplaşmışıq. Allah atasına, anasına, bacılarına səbir versin. Birinci o adresdə, o qapıdan içəri yaşayanlar var. Dərdi çəkən hamısı olardı. Allah artıq bax 5-ci ildir ki, balamızın anım günün qeyd elədi. İndi də ad günüdür. Şəhidlər ölməz, vətən bölünməz. Bax bu şəhidlər həqiqətən də ölməməzliyi bax budur ki, biz hər il onların ad günün əzizliyə anım günün qeyd edirik. Hər birimizin əlbəttə borcudur. Allah kənd cəmaatı sizdən də razı olsun. Rayon ictimaiyyətindən də razı olsun. Çox sağ olun. Ağsaqqal sizə çox sağ olun. Allah Təşəkkür edirəm. əziyyətinizi Hər itirməsin. birinizə təşəkkür edirəm. Allah balamızın məkanını cənnət eləsin. Amin ya Rabbi. Cəm şəhidlərə salam olsun. Şəhidlərə salam olsun. Amin. Çox sağ olun. Gözəl arzudur, gözəl çıxışdır. Təşəkkür edirəm hörmətli Faiq müəllim. Şair İbrahim müəllim buradadır. Buyursun, xahiş edirəm. İbrahim müəllim. Ben de bütün merasim iştirakçıları salamlayıram. Şəhid valideynləri qarşısında baş əyirəm. Biz də ki, baş əyirik o gündən bəri. Bu günləri başımızı yuxarı olmaqda, millətlər içində qürur olmaqda əsas səbəbkar olardı, onların övladlarıdır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Rıza balamızın da cənnətdə yeri, necə deyərlər, mübarək olsun bugünkü mövlud günü. Allah o dünyasını versin hər birinin. Nə deyərdik valla? Bir az köç də olsa yaradıcı adam kimi ta 20 yanvardan Xocalı faciəsi, sonrası 92-ci, 88-ci ildə başlayan bu faciələrin hamısının imkan daxilində qələm almışam. Və bizim, indi bilmirlər, böyük iş görməmişəm. Ancaq hər bir şəhid üçün, yəni bizim göylərdə olan hər bir şəhid üçün ayrı-ayrılıqda ürəyimizdən gələn o ağrımızı, acımızı istəmişik ki, vərəqin üzərində çökək. Və ilk qaranquşda, ilk şəhid olanımız da Rıza balamızı, Allah hamısına rəhmət eləsin. Və orada əfəndim gözəl bir söz də dedi. Həmişə insanlara biz deyirik ki, rəhmətə gedəndə, yəni onları necə deyirlər, üzrlü hesab ediyor. İndi biz onlardan üzr istəyirik ki, haqqınızı bizə bağışlayın. Bugünkü bizim yaşayışımız onların haqqıdır. Allah hamısına rəhmət eləsin. Və icazə versəydiniz, ümumi şəhid haqqında ayrı-ayrılıqda desəm gec olar. Yox, ayrı-ayrılıqda bir yerdə deyil. Haqqınızı halal edin siz Allah. Sizə qurban olum şəhid balalar. Haqqınızı halal edin siz Allah. Bu dəstəniz cənnətinə yol alar. Haqqınızı halal edin siz Allah. Alınmayan qalaları aldınız. Qələbəni qanınızla caldınız. Vətən üçün sizlər şəhid oldunuz. Haqqınızı halal edin siz Allah. İgitsiniz, qorxmazsınız, ərsiniz, cavansınız, pöhrəsiniz, tərsiniz. Məktəb oldu bu dünyaya dərsiniz. Haqqınızı halal edin siz Allah. 30 ilin 44 günlük savaşı, qürurumuz, zəfərimiz, göz yaşı, bacıların ahünərvər qardaşı. Haqqınızı halal edin siz Allah. Vətənli canı kimi duyanlar, torpaq üçün öz canına qıyanlar, ana yurdun, ata yurdun ayaqolsuz qoyanlar, haqqınızı halal edin siz Allah. Ana qalıb balaların ağları, ata yanar sinəsində dağları, dünyamızın əbədilik sağları, haqqınızı halal edin siz Allah. Ay bu yelin Rıza, Müşfiq, Tərlanı, şəhadətin, Şahmuradın bir anı, Elcünümün əllərində Quranı. Haqqınızı halal edin bir Allah. Çox sağ olun. Haqqınızı halal edin. Bir daha baş əyirəm. Sağ olun. Sağ olun şahid. Çox sağ olun. Sağ olun. İbrahim müəllim, çox sağ olun. Təşəkkür edirəm. Hörmətli cəmaət, əziz iştirakçılar, hörmətli ziyarətçilər, mən keçirəm indi şagirdlərimizə. Bir sayılı məktəbin şagirdləri gəlsin. Bir sayılı məktəbin şagirdləri, sonra 2 sayılı hazırlaşın. Bir sayılı buradadır. Bir ana ağlayır dərdə əlində, gəzir küçələri, gəzir yolları. Qalıbdı göynüyən qəlbə əlində,
Hırılıb yanına düşüb qolları. Onun da istəyi arzusu vardı. Gəmli gözlərində sonsuz arzular. Fələk arzusunu aldı apardı. Qalıbdı yerlərdə cansız arzular. Gəzir dərdli əli qoynunda. Gecəsi yuxusuz, gündüzü yorğun. Vətəni yolunda, torpaq yolunda. Ana şəhid almış. Şəhiddir oğlum. Biz sənə təsəlli verə bilmərik. Biz sənin dərdinin şərik olanı. Biz ana haqqına girə bilmərik. Bəlkə bir olmuş olur qalanı. Qələbə gününü oğlun görmədi. Səbir diləyirik Allahdan sizə. Ay ana, oğlunun özü gəlmədi. Şəhid anası. Buyur. Titrək əllərinlə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər də çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə, düzə, yaralı könlünü hey üzə, dünyanı dağlama şəhid anası. Ruhu ildırımda, şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir, çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur, ilhamın dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. Qara şal bağlama şəhid anası. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara. Baxmayıb soyuğa, borana, qara. Cavab vermək üçün o azğınlara hər bir çətinliyə dözdü şəhidlər. Buyur bala. Payız gəldi, yenə gözüm yaşlıdır. Neçə şəhid verdim, ağladım. Soruşmayın, niyə gözün yaşlıdır? Mən şəhidimə laylay dedim, ağladım. Qurban olum sizdə olan qeyrətə. Öz canını qurban verən millətə. Sizə qıyan düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpmadan candan keçən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bilib ağladım. Bugün sizi vətən bilib ağladım. Çox sağ ol, təşəkkür edirəm. Var bir nömrəli bir çalışan var. Öpülərdən, öpülərin üzündən. Salam arbatın çıxır. Teşekkür ederim söz verdiği için. Çok sağ Allah olun. rahmet eylesin. Rıza kardeşimize ve onun timsalında bütün şehitlerimize bu torpağı zinetlendiren, kıymetlendiren onların kanı, akıtılan kanı, kurban verdikleri canlarıdır. Allah rahmet eylesin. Ve ben fikirleşirəm ki, hem şehitler hem de şehit aileleri bu torpağa yeterince ve layıkınca borçlarını veriblər. Allah'tan sizden her birinizə səbir diləyirəm. Allah rahmet eylesin. Təşəkkür edirəm. Müəllimə bir şey yadınızdan çıxartmayın. Məktəbdə böyük bir tədbir hazırlayın. Ağsaqqal gələcək ora. Təşəkkür edirəm. Mən də tədbir iştirakçılarını hamısını anlayıram. Nə? Bugün Hə. Rıza balamızın doğum günüdür. Allah Rıza balamıza rəhmət eləsin. Məqamı uca olsun. Amma bu qardaş, Lamiyə bax. Allah səbr ödü versin. Çox sağ ol, təşəkkür edirəm. Çox sağ ol. Allah hamımızdan razı olsun. Amin. Amin. Çox sağ olun. Başçıları və bizi bu şəhidlər necə deyirlər? Buyurun, buyurun. Allah rəhmət eləsin şəhidimizə. Yeri cənnət olsun. Dəyişməyən o gün mübarək olsun. Allah valideynlərinə səbir versin. Cəmi şəhidlərin qızlar qarşısında baş əyir. Təşəkkür edirəm. Çox sağ olun. 2 saat uşaqlar keçsin bura xahiş edirəm. Axı nə deyim? Zəmini yarımçıq bitsin ay Rıza. Azacıq ömründə bütün millətin bir yolluq qəlbinə köçdün ay Rıza. Sən təzə tər idin, gül kimi soldun. Fəqət bir millətin qüruru oldun. Haqdan nida gəldi, cənnət aldın. İlk cənnət qapısını açdın ay Rıza. Səninlə anladıq dərdi, qübarı. Səninlə itirdik bir ilkin barı. Şəhid oğulları, şəhid ruhları. Özünə həmdən mi seçdin ay Rıza? Oğulsuz qoysan da ata ocağın. Söndürüb getsən də ana çırağın.
göylərə vətən bayrağın. Özün səmalara uçdun ay Rıza. Ucaldıb göylərə vətən bayrağın. Özün səmalara uçdun ay Rıza. Allah bütün Çok sağ ol, şeyler bize teşekkür ederim. Buyurun. Buyurun bala. Buyur kızım. 27 sentyabr döyüşün ilk günü. Vətən uğrunda qurban etdi özünü. Hər kəsə çatdırın mənim sözümü. Şəhid olub Məmmədov Rıza. O iki bacısını qorumaq üçün. O ali zirvəyə ucaltmaq üçün. O adını bir ömür yaşatmaq üçün. Deyin bütün cahanə şəhid olub Məmmədov Rıza. Sağ ol. Bay gene. Buyur. Buyur. Yok de. Çok sağ olun. Teşekkür ederim. Şəhid Rıza Məmmədovun xatirəsinə. Sən ata-ananın göz yaşı oldun. Amma ürəklərdə qaldın xatirə. Vətən keşiyində ömrə son qoydun. Rıza dağlar çəkdin çox ürəklərə. Bəlkə də ilk şəhid sən idin Rıza. Var idi cəbhədə yaralı əskər. Sonuncu köməyin olar bilmədi. Səni aldı bizdən oldu gəlpələr. Bir evin arxası dayağı idin. Bacı dözə bilməz qardaş dağına. Min ürəkləri viranə elədin. Min ürəkləri viranə elədin. Rıza qurban olum şəhid adına. Yaddaşlarda qaldı sən o şirin səsin. Yaddaşlarda qaldı o şirin səsin. Gülərüz mehriban ürək qırmayan. Çatmamış şamına getdi nəfəsin. Bizləri tərk etdin səndən doymadan. Göylərin fəxrisən şəhid qardaşım. Bu ad çox insana nəsib olmayır. Nur üzlü şəhidim durmaz göz yaşım. Rıza qurban olum şəhid adına. Rıza qəlbimizdən çıxmazsan bir an. Yatdığın məzarın doğma bizlərə. Nə görüb götürdün yalan dünyadan. Nə görüb götürdün yalan dünyadan. Şəhid adı ilə düşdün dillərə. Şəhid adı ilə düşdün dillərə. Allah bütün şəhidlərə rəhmət eləsin. Göylər gurullanır, torpaq inləyir. Neçə şəhidləri basır bağrına. Amma fəryadları ərşə yüksəlir. Qurban verdikləri canlar uğruna. Rıza adını daşıyan oğul. Şəhidlik mərtəbən bir tarix oldu. Ey Rıza adınla yazdığın tarix göylərin qəlbində əbədi qaldı. Çok sağ olun. Her birine teşekkür ederim. Sizi hazırlayan müellime aynı zamanda müellime. Hele bunların arkasından Zeynep müellime mesaj veriyor. Buyursun. Hər vaxtınız xeyir. Hamınızı salamlayıram. Saqqala Şurası sədri siz salamlayıram. Kəndimizin nümayəndəsi İxtiyar müəllimi salamlayıram. Belediye. Tələbəm olmuş Aqil müəllimi hamısını salamlayıram. Bələdiyyə sədri Çok sağ hamısını olun. salamlayıram. Şəhid ataları, şəhid anaları. Ümdə sizi salamlayıram. Nə yaxşı ki varsınız. Nə yaxşı ki bu cür oğlanlar, övladlar yetişdirib bizim vətənə bəxş etmişsiniz. Mən bir anlıq hər zaman fikirləşirəm ki, evdə mamama da deyirəm ki, görəsən bu şəhidlər olmasaydı, hələ də bu müharibə gedərdi, davam edərdi. Mən hər an şəhidlərlə danışıram. O cümlədən də Rıza mənim 5-ci sinifdə mən Rızaya dərs deyirdim musiqidən. Deməli, biraz geniş olar çıxışım, biraz üzrlü hesab eləydim. Uşaqları oxutdum, elə belə oxudular. İndi mində bir uşağın səsi olardı da, yəqin ki. Dedim, Mürşad, dur oxu, bizim qonşumuz olur. Rıza durdu, inanın Allaha bir şeir oxudu. İnanın Allaha elə bir ki, sümüklərim, cəsədlərim əsdi. Dedim, valla bu Rızada nəsə var, bu bizim qəhrəmanımız olacaq. Bu bizim xanəndəmiz olacaq. Valideynlərinə də dedim ki, bu iki qız uşağı deyil, bunu bir məktəbə qoyarsınız. Rıza bizim məktəbin, 2 saylı məktəbin, mən Şamaxı şəhər 2 saylı rus məktəbində işləyirəm, amma 2 saylı döylərkən 2 saylı məktəbdə işləmişəm. Yəni deyəcəyim odur ki, mən Elgün rəhmətli də bizim məktəbin ən nümunəvi şagirdlərindən olunmuş bir də hamısı. Amma Rızada bir başqa bir istedad var idi. Mən deyirdim, bu bir başqa bir xalq artisti olacaq, nəsə bir qəhrəman olacaq. Mən deyərəm ki, xalq artistindən də, əməkdar artistindən də ən böyük qəhrəman oldu. Ona görə ki, Rıza
bir gündə 10 dəfə də rast gəlsəydi, hamıya salam verərdi. Onun o şirinliyi ilə, onun o mətinliyi ilə elə bir böyük bir ilk tarixi yazan Rza oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ordumuzu qorusun. Başda prezidentimiz olmaq şərti ilə. Ağıllı, savadlı prezidentimiz yəqin ki olmasaydı bizim, hələ də bir 30-35 il davam edəcəkdi bu müharibə. Ən birinci, düzdür, şəhidlərimizə biz borcluyuq. Amma bizim prezidentimizə çox borcluyuq. Ordumuza, əskərlərimizə, qazilərimizə, hamısına borcluyuq. Allah hamısına güc qüvvət versin. Bütün şəhid anaları, sizin əlinizdən öpürəm. Şəhid ataları, sizin əlinizdən öpürəm. Sizin qarşınızda baş əyirəm. Şəhidlər bizim qeyrət papağımızı, namusumuzu, qeyrətimizi bizə qaytardılar. Uzalıq. Allah sizdən razı olsun. Bir daha hamınızı, tədbir iştirakçıları, hamınızı salamlayır. Çox sağ ol deyirəm. Hamınıza öz minnətdarlığımı bildirirəm. Allah razı olsun. Həmişə də xoş günlərdə görüşək. Çox sağ olun. Çox sağ olun Zeynəb müəllimə. Dolğun o Sübhanın söz olmasın, ordumuz olmasa yurdumuz olmaz. Şəhidimiz olmasa torpaqlarımız da alınmaz. Bütün bu dünyanın başını uc eləyən, tüm Azərbaycan xalqının başını uc eləyən, prezidentimin başını uc eləyən babalarımdır. Allah Teala bunların yerini cənnətdə eləsin. Heç kimlə uğraşa bilməz. Mənim şüvarımdır. Bu yaxında mən böyük bir tədbirdeydim rayonda. Orada oturmuşdular. Heç kim dedim loğlanar bilməz. Hamımız bu şəhidlərə borcluyuq. Siz bu şəhidlərin sayəsində əyləşmiş sardalarımıza. Ona görə də hamı şəhidlərin yanında olmalıdır. Allah Teala şəhidləri yerini cənnət eləsin. Allah Teala hər birini xoşbaxt eləsin. Vasif buyur. Gölərdik. Şəhidlər bizi yaşar. Heç bir valideyn bilməsin. Deməli, Allah'tan gələn heç kələrimiz var. Ancaq bizim şəhidlərimiz bizim torpaqlarımızın azadlığı için öz canlarını siper etdilər. Bizim ana bacılarımız için. Onlar tüm Azərbaycan xalqının başını üzə etdi. Onlar Şuşanı qaytardılar bizə. Şuşa Azərbaycanın baş tacı. Orada nə qədər nə bizim şəhidlərimiz oldu. O şəhidlər hamısı hər biri bir evdən getmişdi. Nə qədər analar gözü yaşlı qalsa da bizim qalan gəncliyimiz, uşaqlarımız fəxr edəcək ki, bizim belə şəhidlərimiz oldu. Azadlıq carçılarımız oldu. Allah'tan bütün şəhidlərimizə Amin. Dilirəm, şəhid valideynlərinə səbir dilirəm. Amin. Çox sağ ol, təşəkkür edirəm. Hörmətli cəmaat, hörmətli Göylər cəmaatı, əziz şəhid ataları, hörmətli şəhid anaları. Mən saatla yox, sutqa ilə sizin qarşınızda belə ayıq üstə dayanıram, yenə də yorulmuram. Bu bağlarımızın sayəsində, and olsun Allaha, əlim dəstəmazda Allah'ın içirəm. Bax, bu bağlarımızın sayəsində. Ona görə ki, mən görürəm Allah Teala, mən deyirəm Allah Teala. Necə gör xoşbaxt oldu Azərbaycan xalqı ki, bugün Azərbaycanın bir qarış torpağı yağı düşmanın əlində deyir. Hamısı Azərbaycan xalqının özündədir. Azərbaycanın birinci vitse-prezidenti, Azərbaycanın prezidenti, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev cənablarının əlindədir. Mehriban xanımın əlindədir. Allah Teala hər birinizə can sağlığı versin, hörmətli şəhid ataları, əziz şəhid anaları, hörmətli Göylər cəmaatı. Allah Teala bu xalqa, bu cəmaata, bu elə day bundan sonra belə bir nadürüst, nanəzim, ürək parçalayan işlər göstərməsin. Ya Rabbim, ya Resulallah, bu yazıqdır bu cəmaat. Bu cəmaata yazığın gəlsin. Allah'a şükür bu günləri xoş gündür. Bu gün azad gündür, bu gün baxtəvər gündür. Bu gün Azərbaycanın azad olan, gözəl Azərbaycanın gözəl azad olan vaxtıdır, gözəl prezidentimin xalqımızı azad edən vaxtı bu bağlarımızın sayəsində. Ona görə də mən sözü Göylər kənd icra nümayəndəsinin sədri hörmətli İxtiyar müəllimə verirəm. Buyurun. Çox sağ olun. Hörmətli anım iştirakçıları. Bayaqları 4-cü, 7-ci sonra yoldaş qeyd elədi ki, nümayəndə, bələdiyyə, rayon icra hakimiyyətinin məsul işçiləri çox sağ olsun. Mən şəhid valideynləri qarşısında baş əyirəm və onların da yerinə deyirəm ki, o bizim borcumuzdur. Şərəfli insanın şərəfini həmişə uca tutmaq hər bir insanın borcudur, müqəddəs borcudur. Bu günləri şəhidlərə elə bir ifadə, elə bir
termin elə bir söz yoxdur ki, onunla şəhidə biz hörmət mindirək, onunla o nətər vəsf edək. Amma onların həyat salnaməsi elədir ki, onlar özləri üçün yox, nəsil üçün, rayon üçün, bütöv Azərbaycan üçün onlar and yerimiz, inam yerimiz və Azərbaycanın bütövlüyü uğrunda qanın qiyan insana hər bir insan, hər bir şəxsiyyət onların qarşısında baş əyib minnətdarlıq eləməlidir. Çox sağ olun ki, mənə söz verdiniz. Söz çoxdur, amma müəyyən qədər burada çıxışçılar hər tərəfli qeyd edib. Siz sağ olun ki, bizi heç vaxt şəhid ailələrini tək qoymamışsınız. Həqiqətən də ağsaqqallıq hər adamın o nətər borcudur, amma sizi kimi heç vaxt idarə eləmir, o məsuliyyəti. Çox sağ olun, sizə də minnətdarım. Təşəkkür edirəm, çox sağ olun. Lamiyə bacı, Allah sizə bol-bol səbir versin. Onun mövlüdü mübarək Rıza balamızın. Tamam baba, Allah sizə səbir versin. Bütün şəhid analarına, atalarına, evlatlarının yeri cənnətdir. Mən bir daha o qurban olduğumun yanında olar, ali kürsüdə uca olmağını arzulayıram. Çox sağ olun, söz verdiyiniz. Təşəkkür edirəm. Sağ olun. Göylər kənd Bələdiyyəsinin sədri, hörmətli Çingiz müəllim, buyur. Çox sağ olun söz verdiyinizə görə. Hər birinizi salamlayıram. Hər birinizdən Allah razı olsun, Allah köməkdə olsun ki, bu günləri bizimlə buradasınız, iştirak edirsiniz, şəhid ailələrinin yanındasınız. Lamiyə bacı, Xamaba qardaş, Rıza balamızın gəlişi ilk günləri bizim 5 ildən öncə olsa da həmişə kimi gözümüzün qarşısındadır. Siz hansı hissləri, Namiyə bacı, hansı hissləri yaşamışsınızsa, Baba qardaş, hansı hissləri yaşamışsınızsa, o bizim gözümüzün qarşısından keçmir. Eləcə də o cümlədən bütün şəhid ailələri, valideynləri, anaları, həmin hissləri keçirmişsiniz. O hisslər bizimlə bir yerdədir. Siz çəkəni biz çəkməsək də, amma onu hiss eləyirik. Ona görə də həmişə sizin yanınızdayıq. Sizinlə bir yerdəyik. Allah səbrinizi versin. Rıza balamızın da az günü mübarək olsun. Sizin o qalan balalarınıza, o bacılarımıza, Rıza qardaşımızın bacılarına Allah ömür versin. Onların xeyir işlərini görəsiniz. Rızadan görmədiklərinizi onlardan duyasınız, onlardan hiss eləyəsiniz. O döşünüzdə gəzdirdiyiniz o nişanlar da hər biri ya qeyd elədilər. Onu məncə elə gəlir ki, mənim fikrimdir. Ona toxunmaq da olmaz. Hər bir ananın kimə, hansı şəhid olduğunu, valideyn olduğunu biz onunla daha da yaxşı bilirik. Sinənizdə gəzdirirsiniz. Allah hər birinizin balasına rəhmət eləsin, sizlərə bol-bol səbir versin. Allah sizdən razı olsun. Təşəkkür ederim. Agil müəllim, buyur. Çox sağ olun Ağarza müəllim, söz verdiyinizə görə. Hörmətli ziyarət iştirakçıları, qonaqlar, əziz şəhid ailələri. Mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllimin adından, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram. Rıza qardaşımın timsalında cəm şəhidlərimizə uca Allahdan rəhmət diləyirəm. Onların ailə üzvlərinə, əzizlərinə, yaxınlarına başsağlığı diləyirəm. Bizim şəhidlərimiz heç vaxt unudulmayacaq. Bizim dövlətimiz, millətimiz, xalqımız durduqca, yaşadıqca, bu dövlət var olduqca şəhidlərimiz hər zaman anılacaq. Onların əziz xatirəsi daim bizimlə yaşayacaq. Uca Allahdan bir daha şəhidlərimizə rəhmət, ailə üzvlərinə səbir. Təşəkkür edirəm. Hörmətli cəmaət, əziz şəhid ataları, hörmətli şəhid anaları, hörmətli göylər cəmaəti. Ona görə tez-tez göylər cəmaətinə mən bin göylerdəyəm. Allah Teala hər birinizdən razı olsun. Siz böyük qüvvəsiz, siz arxa dayaqsınız, siz təsəllisiniz insanlara. Mən tədbirimizi yekunlaşdırmaq istəyirəm. Ondan öncə hamı qohumdur. Burada heç kim yad adam yox. Heç bir adam yapışsın, yad yox. Hamı qohumdur. Rızanın qohumlarından çıxış eləmək istəyirsə buyursun. Hər kəs çıxış eləmək istəyir buyursun. BBC. Buyur. Burada iştirak edənlərin hamısına təşəkkürümü bildirirəm ki, hər zaman yanımızda olmusunuz. 5 ildə artıq 6-cı ilə keçib bizim Rıza balamız aramızda yoxdur. Siz hər zaman yanımızda olmusunuz. Sizə öz təşəkkürümü bildirirəm. Rıza bir tək bizim qardaşımızın, bacımızın övladı yox. Bütün qohum əqrəbənin övladı olub. Ona görə də biz
Ölənə qədər o bizim qəlbimizdə yaşayacaq. Yəqin ki, bütün xalqın da qəlbində yaşayacaq. Bütün şəhidlərin, şəhid analarına, atalarına səbir diləyirəm. Başda qardaşımız, bacımız olmaq şərti ilə. Onların Allah səbirlərin versin. Allah indən bilə heç bir anaya, atya, övlad dağı göstərməsin. Amin. Xüsusilə də şəhid övladı dağı bir qürur olsa da, amma yenə də atanın, ananın evindən gedir. Həmin şəhid atanın, ananın ocağından gedir. Ata-ana ocağını oğulsuz qoyur. Çoxları elədi. Qardaşımızın ocağı olmaqla çoxları elədi. Oğulsuz qoyub ata-ana ocağın. Allah bütün şəhidlərimizin yerini cənnət eləsin. Amin. Başda Rıza balamız olmaq şərti ilə. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Namık müəllim, həmişə sizə söz vermişəm. Buyurun. Namık. Ben Rıza balamın ad gününü təbrik edirəm. Çox sağ olun. Çox sağ. Onun ruhu şad olsun. Biz onlara hamısına borcluyuq ömür boyu. Allah hamısına rəhmət eləsin, valideynlərinə səbir versin. Çox sağ olun, təşəkkür edirəm. Çıxış eləməzsən yox ki. Yoxdur. Hər birinizə təşəkkür edirəm. Allah Teala hər birinizdən razı olsun, hörmətli cəmaət. Allah Teala Azərbaycan xalqını xoşbaxt eləsin. Allah Teala prezidentimiz İlham Əliyev cənablarını xoşbaxt eləsin. Yehriban xanım Allah Teala xoşbaxt eləsin. Allah Teala sizin hər birinizi xoşbaxt eləsin. Allah göylər cəmaatını xoşbaxt eləsin. Allah Şamaxı cəmaatını xoşbaxt eləsin. Xoşbaxt olun. Xoşbaxtlıq yaxşı şeydir. Hörmətli cəmaət. Əziz mənim əzizlərim, şəhid ataları, hörmətli mənim əzizlərim, şəhid anaları. Hər biriniz bir dağsız, bir dirəksiz, bir arxasız bu xalqa, bu bağlarımızın sayəsində. Allah Teala bu bağlarımızın yerini cənnət eləsin. Ya Rabbim, ya Resulallah. Biz hər birimiz nə eləyiriksə, hər birimiz hara gediriksə, hər birimiz nə fikirləşiriksə gələcəkdə, hamımız bu şəhid bağlarımızın sayəsindədir. Heç kim loğalana bilməz ki, mən özümdən eləyirəm, öz başıma eləyim, öz yüzümə eləyim. Xeyr. 1941-45-ci ildə mən həmişə deyirəm bu sözü, 15 Respublikanın özündə birləşən neçələri 5 ilə qazandı qələbəni. Gör Allah Teala mənim bu bağlarımı, bizim bu qəhrəman igid bağlarımızı necə xoşbaxt elədi ki, igid elədi ki, 44 gün ərzində yağı düşmanın əlindən 30 illik işğal altında olan torpağımızı azad eləyib qələbəni qazandılar. Hər birinə təşəkkür edirəm. Allah Teala hər birinizdən razı olsun. Allah Teala bu bağlarımızın yerini cənnət eləsin. Ya Rabbim, ya Resulallah. Hörmətli cəmaət, bir xahişimlə var sizdən. Buradan çıxan kimi hamınız Rızagilə gedirsiniz. Mən də gedirəm. Orada bir iskan çay içib, ondan sonra Allah Teala hər birinizin işinə van diləsin. Hər birinizə təşəkkür edirəm. Göylər kəndində xeyir işlə görüşənə qədər. Sağ olun. Verdi boy. Amin. Rabbena gfirli vel valideyni. Allah rəhmət eylesin. Allah cənnət versin. Sağ olun. Hamı.